وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və salamu alə məllə nəbiyyə və dəmmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Biz deməli qardaşlar, Səhih Buxarini oxumaqda davam edirik. Təzə başlamışıq, elhamdülillah. Allah nəsib eləyər, inşallah qutararıq ya, haracan oxuyarıq. Deməli, böyük əsərdir, böyük toplumdur. Peyğəmbər sallallahu aleyhi ve sellem səhih hədislərin İmam Buxari yazıb. Təbii ki, bizdə belə əsas İbn Həcərin şərhidir. Və birinci hədisi oxuduq biz. Hansı ki, niyyətlə bağlıdır və biz bu hədisə hələm qaydacaq. Çünki Buxari, rahiməhullah, keçən dərsdə dedik ki, bir hədisi öz səhihində neçə dəfə təkrarlaya bilər. Elə hədis var ki, 20 yerdə təkrarlayıb. Düzdür, Müslimdə bunu görmürük. Amma Buxari biraz fərqlidir. Məsələn, ola bilər bir dənə hədisdə neçə dənə məsələ qeyd olunsun. Bir məsələdən danışanda onu qeyd eləsin, sonra o birisi məsələdən danışa həmən hədisi qeyd eləyir. Belə təkrar 7000 neçə hədisdir. Təkrarsız 2000 neçə hədisdir. Biz deməli birinci hədisi götürdük, amma İbn Həcər rahimehullah nə deyir? Deyir ki, əməllər niyyətə bağlıdır olan hədisi. Deyir, İmam Buxari bu hədisdə olan faydaları hələm qabaqda gətirəcək. Yəni, qabaqda hələm bu hədis keçəcək bizdə. İkinci hədis şeyx deyir ki, rahimehullah, bu hədisi gətirib. O da deyir ki, Həddəthənə Abdullah ibn Yusuf. Qalə əxbarənə Məlik ibn Hişam ibn Urva an əbihi an Aişətə radiyallahu anhə Ummul Mu'minin radiyallahu anhə ənəl Hərithə ibn Hişam radiyallahu anhu səələ Rasulullahi sallallahu aleyhi ve sellem fəqalə ya Rasulallah keyfə ətikəl vəhiy فقال رسول الله صلى الله عليه وسلم أحيانا يأتيني مثل صلصلة الجرس وهو أشده علي فيفصم عني وقد وعيت عنه ما قال وأحيانا يتمثل لي الملك رجلا فيكلمني فأعي ما يقول. قالت عائشة رضي الله عنها ولقد رأيته ينزل عليه الوحي في اليوم الشديد البرد فَيَفْصِمَ عَنْهُ وَإِنَّ جَبِينَهُ لَيَتَفَصَّدُ عَرَقًا. Şeyx Rahimullah ikinci hədisi, biz deməli, Şeyx Rahimullah Kitab-ı Bəd'ul Vəhy, vəhyin başlanğıcı kitabı adını qoyub, birinci. Yəni, elə bir ki, Rahimullah, elə qrup ki, kitabı birinci başlayır, yəni, nədən başladı hər şey? Vəhyin başlanğıcına. Və birinci hədis əməllər niyyətə bağlı olduğuna qeyd eləyəndən sonra deyir ki, deməli, burada bu hədisdə qeyd olunur, vəhy neçə cür gəlirdi, vəhyin yolları. Vəhyin yolları. Deməli, İbn-i Qeym Rahimullah qeyd edir əsərlərinin birində ki, vəhyin 10 növün qeyd edir. 10 növün. Məsələn, hətta burada İbn Həcər Rahimullah deyir ki, Huleymi deyir ki, vəhyin 46 növü var. Allah bilir. İbn-i Qeym ona salır. 10. Yəni, elə vəhyin növləri var ki, peyğəmbərlərə xasdır. Elə vəhyin növləri var ki, insanlarda da ola bilər. Lakin peyğəmbərlərdə kimi vəhdən sayılmır bu. Sadəcə Allah qəlbinə verir kiminsə. Qabaqcadan qəlbinə verir ki, bu belə olacaq və doğrudan da görür, hələ olur. Lakin onu demək ki, mənə də vəh gəlir və ya mən artıq nə olacaq bilirəm zat. Hələ təbii ki, çünki həmişə o düzgün olan deyil. Amma elə növləri var ki, təbii ki, bu ancaq peyğəmbərlərə aiddir. Və Allah Subhanahu taala da bu vəhyin növlərindən qeyd edir. Allah Taala buyurur ki: "Və mə kânə li bəşərin ən yukallimahullahu illə vahyan aw min vara'i hicab aw yursilə rasulan feyuhi bi iznihi mə yəşə innehu aliyyun hakim." Və Allah Taala da burada vəhyin bir neçə növünə toxunur. İndi bu hədisdə, qardaşlar, birinci burada deyir ki, Həddəsənə Abdullah ibn Yusuf. Abdullah ibn Yusuf Misirli olub. Əsli Dəməşqidir. Dəməşqli. Muvatta barədə, yəni İmam Malikin kitabı barədə məşhur idi. Onu çox gözşəyin bilirdi. Qəşəng bilirdi. Necə ki, Yahya bin Ma'in onu barədə qeyd edir. Sonra deyir ki, Ummul Mu'minin Ayşə radiyallahu anhə
Ne üçün möminlərin anası deyib? Çünki Allah Taala deyib. Peyğəmbərlərin, zövcələrin, möminlərin anası Allah Taala deyib, adlandırıb onları. Allah Subhanahu taala buyurur ki, "O azvacuhu ummahatuhum." Peyğəmbər sallallahu əleyhi və səlləmin zövcələri möminlərin anasıdır. Yəni nə baxımdan İbn Həcər deyir ki, ehtiram baxımından, hörmət baxımından və nikahları başqalarda haram olduğu baxımından. Necə anadır. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm zövcələrlə Peyğəmbər sallallahu əleyhi və səlləm vəfatından sonra heç kəs evlənmədi. Ne üçün? Çünki haram idi. Ana kimi idi. Ona görə. Və Şeyx buyurur rahimehullah, sonra buyurur Haris ibn Hişam. Deyir ki, Haris ibn Hişam burada hədisdə Haris ibn Hişamdır soruşan. Peyğəmbər sallallahu əleyhi və səlləmdən. Deyir ki, ya Rasulullah, sənin vəhy necə gəlirdi? Soruşurlar özündən. Haris ibn Hişam da İbn Həcər burada deyir ki, rahimehullah, Haris ibn Hişam Əl-Məxzumi Əbu Cəhlin qardaşı idi, doğma qardaşı Əbu Cəhlin. Haris ibn Hişam. Şeyx deyir ki, rahimehullah, fəth günü, Məkkənin fəth günü İslamı qəbul eləmişdi. Və böyük sahabələrdən biri idi, hörmətli sahabələrdən biri idi. Nə olsun, Əbu Cəhl qardaşı idi. Və Şamın fəthində şəhid oldu. Şamın fəthində şəhid oldu. Və burada deyir ki, səəl, soruşdu. Onu göstərir ki, soruşmaq olar. Yəni, vəh gəlir, soruşur. Deyir, ya Rasulullah, sənin vəh necə gəlir? Və vəhyin gəlmənin də neçə yolu var. Və məsələn, vəhyin növlərindən, peyğəmbərlərdən danışırıq biz. Allah birbaşa danışmağı peyğəmbərdən. Cəbrailsiz. Bu vəhyin ən yüksək məqamıdır. Ən yüksək məqamı vasitəsiz danışmaq. Və biz bilirik ki, Peyğəmbər sallallahu əleyhi və səlləm, yəni hicabın arxasından, hicabın yəni səddin arxasından. Necə bir hədisdə gəlir ki, əgər o hicab olmasa, Allah Taala nuri sonaca hər şey yandırar. Deməli, hicab var arada. Yəni, sədd var. O saxlayır. Aydındır. Və həmçinin vəhyin növlərindən yuxu. Yuxu. Yəni, necə ki, Ubeyd ibn Umeyr deyir ki, Ubeyd ibn Umeyr böyük tabinlərdən biri olub. Deyir ki, peyğəmbərlərin yuxusu vəhdir. Ona görə ayə də gətirir. Allah Taala buyurur ki, İnni ərə fil mənəm ənni əzbəhuk. Necə ki, İbrahim İsmailə deyir ki, mən yuxuda gördüm ki, səni kəsirəm. Yuxuda gəldi. Və bəzi əhkamlar da yuxuda gəlib. Və Peyğəmbər sallallahu əleyhi və səlləm təsdiqləyib. Nəinki Peyğəmbərin, hətta sahabələrin. Peyğəmbər sallallahu əleyhi və səlləm xoşlayırdı yuxu yozmağı. Sübhdən sonra həmişə çönəndə deyirdi, kim yuxu görüb təzə? Yozurdu. Lakin ən yuxu yozan məşhur Peyğəmbər Yusufdur. Yusuf. Aynındır. Və Peyğəmbərlərdə hamısında olub, elə şeylər olub, hamısında Peyğəmbərlərdə o şey olub. Ola bilər, bəzilər nədə, hansısa məsələdə üstün olublar biraz. Fərqləniblər möcüzələrində. O da möcüzə də zamanəyə uyğun verilirdi. Vəziyyətə uyğun. Necə? Azan. Peyğəmbər sallallahu əleyhi və səlləm soruşdu sahabələrdən. Sahabələr neçəsi dedi ki, biz dedik ki, azanı gördük. Gəldi, gördük ki, biri gəldi, mələk başladı deməyə Allah Ekber, Allah Ekber, Allah Ekber, Allah Ekber. 4 dəfə, 2 dəfə belə Peyğəmbər sallallahu əleyhi və səlləm təsdiqlədi, dedi, azandır, bu azandır. Azandır. Deməli, vəhyin növlərindən də biri nədir? Yuxuda gəlmək. Həmçinin vəhyin növlərindən, qardaşlar, elə bir ki, pıçıllamağı, yəni səs gəlməyi. Allah Taala'nın Cəbrail gətirib, səsi sakit pıçıldayırdı Peyğəmbər sallallahu əleyhi və səlləmə. Və Peyğəmbər sallallahu əleyhi və səlləm də başa düşürdü nə eşidib və onu deyirdi sahabələrə. Həmçinin vəhyin növlərindən, qardaşlar, Cəbrail, çünki vəh deyədi, qardaşlar, Cəbrail gətirirdi vəhyi. Əsasən Cəbrail gətirib. Peyğəmbər sallallahu əleyhi və səlləm Cəbrailsiz vəhyi Meracda sadəcə olub belə bir hadisə. Cəbrailsiz. Amma başqa vaxtlar Cəbrail gətirirdi. Və Cəbrailin də gətirməyi, məsələn, yollarından sonra demək olar ki, məsələn, surət almağı. Dihyə kəlbi sahabi idi. Yəni, onun surətində, ən çox onun surətində gəlirdi.
Həmçinin bir ərabi, tanınmayan, onun surətində gəlirdi. Necə ki o Cəbrailin hədisi. Gəlir, deyir, bir şəxs girir məscidə. Onu hətta sahabələr gördü. Başladı, iman nədir, İslam nədir, ehsan nədir? Heç kəs tanımırdı onu. Həmçinin, yəni, yollarından vəhyin Cəbrail özün göstərib 2 dəfə. 2 dəfə özün göstərib və 600-dən qanadı var idi. Samanı tutmuşdu qanadının biri. Gör necə böyük məxluqdur Cəbrail. Gör necə böyük məxluqdur. 2 dəfə görüb, 2 dəfə də ürəyi gedmişdi. Yəni, dəhşətli mənzərədir. Həmsinin vəhyin növlərindən elə bir zəng kimi gəlirdi, zəng. Zəng səsi gəlirdi. Peyğəmbər sallallahu aleyhi ve sellem o eşidirdi. Ta onu başa düşürdü. Sonra sahabələrə deyirdi. Elə bir ki, dəmirin səsi kimi. Və həmçinin başqa növlər də var. Biz sadəcə bəzilərinə toxunduq. Amma həmçinin vəhdə elə belə gəlmirdi, qardaşlar. Vəhy ağır idi. Ayşə radiyallahu anhə deyir ki, indi bu hədisdə qeyd olunur. Axırında, bu hədisin axırında qeyd olunur. Deyir ki, qalət Aişətu radiyallahu anhə və ləqəd rəaytu yanzilu aleyhil vəhy fil yevmi şədid əl-bard fəyafsim anhu və innə cəbinəhu lə yətəfəssadu araqa. Deyir, soyuq vaxtı idi, soyuq vaxtda. Mədinədə soyuq olur, qardaşlar. Qışda soyuq olur. Düzdür, qar yağmır. Amma soyuq olur. Səhranın soyuğu bəkdir. O dağ soyuğu deyil, fərqlidir. Ayşə radiyallahu anh deyir ki, görürdüm vəh gələndə, baxmayaraq hava soyuq idi, deyir ki, anlı təriyirdi bütün. Təriyirdi. Onu göstərir ki, vəh hələ belə gəlmirdi. Biraz ağır idi. Hətta bəzi sahabələrdən biri deyir ki, oturmuşduq, ayağı mənim dizimin üstündə idi, yəni dizi. Vəh gələndə az qaldı dizim sınsın. Dizimi çəkdim. Ağırdır. Hətta bəzi rivayətlərdə deyir ki, dəvədə, atda olanda, vəh gələndə atın qabaq ayaqları otururdu. Necə oturmaq istəyəndə dəvə birinci ayaqlarını qoyur yerə. Ya əllərin, ya ayaqlarının ixtilafdır onda. Lakin səhi budur ki, ikisi də olar namazda. İkisi də olar və əllər axırıncıdır. Ona görə dəvə oturanda birinci qabaq ayaqlarla dizlərin qoyur yerə. İndi orada ixtilaf edirlər. O əldir dəvədə, yoxsa diz. Əl deyənlər deyirlər, əl birinci qoyulur səcdədə. Diz deyənlər deyirlər ki, dizdir. Lakin söhbət ondan gedir ki, vəh ağır idi. Və hədisdə vəhyin bir neçə növünə toxunur. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem sənə necə vəh gəlirdi? Deyir ki, əhyənə yətiri mitli salsalatil cərəsi və huvə əşəddu aleyyə fəyubsəmə anni və qad vəaytu anhu. Yəni, hərdən gəlirdi, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Hərdən dəmir elə bir ki, səs salırdı ya. Və hələ bir səs gəlirdi. Hətta mən başa düşürdüm nədir? Kəlmələri, ondan sonra dayanırdı. Bu deyir ki, ən ağırıdır mənə. Təsəvvürlə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ən ağırıdır. Sonra deyir ki, hərdən də və əhyənən, hərdən də yətəməthəlu lil əl-mələku rəculən fəyukallimuni fəə'i mə yəqul. Deyir, hərdən də mələk bir surət alırdı, surət. Gəlirdi və deyirdi və başa düşürdüm, gedirdi. Mən də deyirdim sahabələrə. Və sonra Ayşə radiyallahu anh deyir ki, həmçinin hədisdə işarə edir ki, vəh ağır idi. Deyir ki, soyuq vaxtda fikir verirdim ona, anlı təriyirdi. Yəni, gör necə vəh, hava soyuqdur, adam təriyir. Hərəkət də eləmir. İşləmir də, yorğun da deyil. Oturub, lakin nə oldu? Göstərirdi ki, vəh gəlir. Burada İbn Həcər, rahiməhullah, qeyd edir, təbii ki, biz hamısını oxumuruq burada. Hamısını oxuruq. Məsələn, burada qeyd edir ki, qalə Şeyxülislam, Şeyxülislam Əl-Bəlqini. Şeyxülislam əsasən biz eşidəndə, qardaşlar, İbn Teymiyyə nəzərdə tutulur. Lakin İbn Həcər Şeyxülislam deyəndə İbn Teymiyyə qəsd eləmir. Ya Bəlqinini qəsd eləyir. Bəlqini alimlərdən biri olub, o da Səhih Buxarını şərh eləyib.
Çünki Səhih Buxarını şərh eləyənlər çox olub qardaşlar. Çoxdur. Lakin İbn Həcər şərh eləyəndən sonra demək olar ki, daha zəifləyib. Ondan qabaq çox eləyiblər. Hətta ondan sonra da, lakin kim ki hətta ondan sonra da eləyib, İbn Həcər kimi eləyə bilməyib. İbn Həcər hər şeyin nə var idi, hamısını yığıb ora. Ona görə Şovkani, Yəmənli, Sən'ani ondan soruşanda ki, sən yazırsan kitab, bəlkə Buxarını şərh eləyəsən, deyir ki, Lə hicrətə bə'dəl fəthi. Fəthül Baridir bunadır. Adın qoyub İbn Həcər. Deyir ki, fəthdən sonra, o oxşadır hədisə, fəthdən sonra hicrət yoxdur. Yəni Məkkənin fəthindən sonra Peyğəmbər sallallahu aleyhi ve sellem deyib. Lakin fəth sözü eyni olduğuna görə ki, Şovkani belə cavab verib. Deyib ki, fəthdən sonra şərhi yoxdur da, hicrət yoxdur da. Qutardı. İbn Həcər hər şey deyib, nə deyəcək? Ona görə böyük əsərdir. Və Balqini Şeyxül İslam deyir və İraqi. Bəzi yerlərdə deyir Şeyxül İslam qəsd edir nəyi? İraqini. Və lakin bir maraqlı bir şey var. İbn Teymiyyə rahimehullah neçənci ildə vəfat edib? İbn Teymiyyə hicrətlə 728-də vəfat edib. Hicrətlə. Yəni 8-ci əsr. İndi 15-ci əsrdir. 8-ci əsr. İbn Həcər nə vaxt vəfat edib? İbn Həcər rahimehullah vəfat edib 852-də. Yəni fərq var. Yəni İbn Teymiyyə 728-də vəfat edib, İbn Həcər hətta doğumu 773-dür. Yəni İbn Teymiyyə vəfat edəndən sonra İbn Həcər hələm doğulub, neçə il sonra? 40-50 ilə yaxın. Və ondan sonra da nə qədər yaşayıb? Neçə il yaşayıb? 773, 852, 52 buradan, 73, 79 il. Əhsən, 80 ilə yaxın. 80 ilə yaxın. Lakin görək İbn Həcər Şeyxülislam barədə nə deyir? Düzü, onun bir dənə kitabı var, Əd-Dural Əl-Kəlminə. Onun bir dənə kitabıdır, İbn Həcər rahimehullah'ın Əd-Dural Əl-Kəlminə. Orada deyir ki, orada İbn Teymiyyədən statlar gətirir. İbn Teymiyyə barədə danışır. Düzdür, biraz elə tərif verir ki, hətta bəzi alimlər deyir ki, biraz ifrata varıb tərifdə. Yəni İbn Teymiyyədən yaxşı sözlər deyir orada. Yaxşı sözlər. Ona görə əşarilər bu İbn Həcərin bu sözləri o dəlil eləyib. Hətta ona deyiblər ki, necə İbn Teymiyyəni tərifləyib İbn Həcər. Nə cavab verir? Orada biri var deyir ki, İbn Teymiyyə əşariliyi qəbul eləyib, ona görə tərifləyib onu. O hərəkətinə görə. Gülməlidir. Amma baxmayaraq İbn Teymiyyədə hətta Fəthül Baridə, qardaşlar, Buxarinin şərhində, hətta Fəthül Baridə statlar gətirəcək. Statlar gətirir. Bəzilərində müvafiqdir ona, razıdır. Bəzilərində susur. Bəzilərində müxalifdir. Aydındır. Amma Şeyxülislam deyəndə Fəthül Baridə ya Bəlqinini qəsd edir, ya da İraqini və lakin ən çox Bəlqinini qəsd edir İbn Həcər rahimehullah və belə bu hədisi qıssa olaraq biraz ətrafında fırlandıq. İndi çatdıq 3-cü hədisə. 3-cü hədis biraz uzun qalsın, gələtməsin sizə. Allah subhanət hala rəhmət eləsin. Həm Buxariyə, həm İbn Həcərə. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.